torpağa, 4 dənə torpağa adam qoyub o. Çünki onun qəlbi qırıqdır. Onun qəlbi necə deyərlər? Psixologiya pozulub da ən əsası. Əsəbi pozulubdur, kömək eləyən yoxdur, qalıb ortalıqda, nə qohumu kömək eləmir, nə əqrəbə kömək eləmir, heç kəsi yoxdur bu insan. Nə olar ki, Azərbaycan millətisiz da, erməni deyilik ki, qanımızdan erməni qan axmır axı. Müsəlman, hər bir şeydən gedib onu nə olar, su çəkini də düzəldə bilər, işığını da düzəldə bilər, bir daş da gətirib, odun da təkə bilər. Qışı içərisində nə olacaq ki? Elmə söz deyim. Bu çıxanda verilişə biraz ağlamalı nəysə oldu. Hərə birə kövrəldi, hamı ağladı. Amma biri kimsə pis söz deyir, hamı ona qoşulur. Ağlayanda hamı ona qoşulur, ağlayır, dərdinə şərik olur. O ki, kiməsə pis söz deyilir ha. Və o ağlamaq yaddan çıxır. Hamıncı başlayır baltalamağa, pis söz deməyə. Ay sağ ol. Qurana and olsun, mən görmədiyimi gördüm orada, bilmədiyimi bildim orada. Amma ona deyim ki, bir-birimizi taftalamayan, istir Azərbaycan qadın oldu, istir erməni xanım oldu, fərq eləmir. Erməni deyilik biz. Biz İran deyilik, Ərəb deyilik, ondan sonra Hindistan deyilik, biz Yahudi deyilik. Bir-birimiz Azərbaycan millətiyik. Birimiz yıxılanda, birimiz qolumuzu qanayınca qalxızmaq lazımdır, kömək lazımdır, dəstək lazımdır. Tək əldən səs çıxmır. Vallahi yeri gələndə bizim millətdən yaxşı millət olmur. Birlik oluruq, 5 dəqiqənin içində nəsə eləyirik. Amma elə vaxt olur ki, bizdən pisi olmur, İraq yaxşılarda. Elə hərəkət edirlər ki, deyirsən, o dünənki millət bu deyil, yəni hamıya kömək olan bu deyil. Qalır sanadan belə. Aman, valla Qurana and olsun var. Valla bu elçin var ha. 3 ildir çöllərdədir. 3 ildir. Buna niyə kömək eləmirlər? Niyə? Səbəb lazımdır da. Bir lapet otunun gətirməlidir, odunun gətirməlidir, peçin almalıdır. Ondan sonra qazın qoydurmalıdır. Nə bilim, işığın çəkməlidir. Niyə olmur? Hamıya həblara buna bə, günah deyil. Məncə işləyən oğlandır, elə də yəni belə ver, yeyim, örtüyatım deyil. Mən belə. Allah and olsun, Füzuliyə də elə demişlər. Vallahi Quran haqqı bacım. Füzuli müdür var ha. Müdür ilə başına and içir. 4 gün dölü getdi, müdür ilə deyir ki, halaldır buna. Halaldır. Bax, o yeri də dırmıqlayır, Füzuli yeri də dırmıqlayır. Füzuli odun da artlayır orta, iş yerində. Füzuli eləmədiyini heç kəs eləməz. Allah işin avan beləsin. Amin, gelib görmüşəm də. Bax, icradan çıxdım, getdim, gördüm. Mən də işə öz çəkəndir, o bilinir də insan özünə baxan. Allaha and olsun var, büyümdən necə deyirlər, saat elə bir 3-ün yarısında ki, xəstəxanadan gedib arayışı götürüb, sağlamı haqqında arayışı gedib götürüb, gətirib müdürümə verəcəm. Razıyam da işimdən də. Bu da Zaur müəllim. Ondan sonra icra başçımız mənim öz işimə qaytardı. Allah xeyirli olsun. Sağ Da sağ ol ay gözəl. Allah balaların sağlasın. Bu da gülüm yazı, çox gözəl söz yazır. Allah razı olsun ondan. Düz, yəni biz indi Azərbaycan vətəndaşıyıq. Yəni bizim dövlətimiz var, cənab prezidentimiz var. Onun əhatəçiləri, işçiləri yəni bu köməkliyi göstərmir. Dünənlər getmişəm prezident administrasiyasına. Mənə orada qayıdıb ki, dövlət sənə ev tikməli. Əlin var, qolun var. Get özün işlə, özün yaradır. Hacıqabul rayonunun icra müavini mənə qayıdıb ki, get cəmaət səhiyyə olacaq, kömək eləyəcək. Cəmaatın mənə borcu var, amma nə deyərlər? Niyə? Bu işi çağında mən qalmışam çöldə. Mənə bilən adam yerdir. Mənə kimin var, heç kimin yox. O, hansısa bir rayon icra hakimiyyəti onu eləməli deyil, bərpa eləməli deyil. Ancaq ümid qalıb ki, verişə çıxmalı ki, bu bütün millət hamısı görsün ki, bu vəziyyətdə yaşanır. Bax, Qəbələdə nə xoşum gəlir. Bax, Qəbələdə. Bax, getdim, gördüm də, Qəbələ ilə icra başçısının yanından gəlmişəm. Qəbələnin icra başçısının qabağı dolu idi. İcra başçısı var, anını işə qoy. İçi mən qarışıq büyünlərim işə qoydu. Qurana anlasızdır. Mən getməsəydim işə qoymazdı da məni. Bəs mən də ona görə deyirəm, icra bax, hansısa rayonuysa bilmirəm. Mən Qəbələ cəmaatında necə deyirlər, Qəbələ cəmaatından yardım istəmədim ki. Mən icra başçımız, sağ olsun icra başçımız Sabuhi müəllim. Məni qoydu öz işinə, Arif müəllimə, Sabuhi müəllim öz elədi.
Gedən kimi də ki, Burada dərdim danışır. Görək ki, bilməli nə var. ben, bak gedən kimi də icra başçının qəbuluna gedən kimi adımı yazdı. Dedi ki gel. Saat 10'da qəbulu başladı. 10 tamamda girdim içeri. Dedi güzel bura gel. Çünkü ben orada necə deyirlər, xətirlərini saxlamışam. Dedi bura gel yanıma. Sen işləsən. Büyümdən saat elə bir 3'ün yazında get ora falan yerə, bəyman yerə getdim. Sağ olsunlar. Məni işə götürdülər. 3'ün yarısına gözləyirəm. Saata baxa-baxa qalmışam. Candan çıxıb düz gedirəm xəstəxanaya. Xəstəxanadan da arayışı götürüb gətirib verirəm özlərinə. Bir dənə arayışdır. Sabahdan da 9 zamanda da işdəyim. Sənin onsuz dərdin, davan işidir də, iş. Mənim davam nə qızıl istəmirdim, nə pul istəmirəm, nə bal istəmirəm, nə dövlət istəmirəm. Gözüm yoxdur. Tamamım yoxdur bacım. Heç nə də tamam yoxdur. Bir dənə işləyim, kreditlərimi ödəyim, bir də balamı saxlayayım. Bir də balalarımın toyunda kəsirəm. O sənə söz deyənlər var, o adını çəkmirəm də, özün bildiyin kimlə söhbət edir. O arxasına baxsa, vaxtilə alt paltarında videoları çıxmışdı. Heç kim o bir kəlmə ağzını açıb nəsə deməzdi də. Başa düşdün? Hindi var işe girim var ha. Canını açıp aça işləyəcəm. Görsünlər ki harda nə də işləyirəm. Baxsınlar ki gör nə tər işləyirəm mən. Bəziləri kimi gedib özür istəyirəm, üzüm sinə yazan kişilərin altında yatmıram. Bəziləri kimi gedib səni bu TikTok dolandırmayıb. Buradan heç kim pul atmayıb və yaxud da ki Zahir müəllim indiyə qədər səni dolandırmayıb da. Son bu 2-3 il ərzidir də, 3 il də olmaz. İndiyə qədər sən kim dolandırıb, özün işləyib, özün dolanmısan. Mən 7 ildir boşandığım, 7 ildir ayağımın üstündə durub özümü saxlamışam, balalarımı da özümü də. Mən də istəmirəm. Mən Zahir müəllimdən nə istəyirdim? Deyirdim Zahir müəllim, mən heç nə istəmirəm səndən. Vardı, puldu, qızıldı, toydu, nişandı, mənlik deyil. Məni işə düzülüb qoşulsun, mən gedib işləyim. Balalarımı ağ günə çıxardım. Çünki birinci Allahdan can sağlığı, ikinci mənim işim olsun ki, ben möhtac qalmayayım, balalarımı yerbəyer eləyim. Mənim bir dənə arzumudur ki, balalarımı biri məktəbə qoyum, böyüdüm, boya başa çıxardım, əskəriyə olanda əskəriyə içərinə qoyum, əskəriyə yaparım qoyum. Mənim birinci növbəndə odur. Müəllimə də buradan Zahir müəllimə təşəkkür edirəm, minnətdaram ki, o da mənim sözümü eşitdi, icra başçısına zəif verdi. Gedən kimi də icra başçısına çox sağ ol bildirəm. Minnətdaram, başçı məni çəkdi. Müvəqqəti işdən çıxarılmışdın da, müvəqqəti idi onsuz. Yo, bir dəfəni işlə çıxmışdım, bir dəfəni. Yox, olanda, çıxarılanda müvəqqəti deyildi ki, məncə. Yo, bir dəfənlik. Hə, elə, onda sağ olsun. Zahir müəllim baş elib qoydu, Zahir müəllimlə icra başçısı qoydu. Hə, onda çox şükür. Mən elə bilirdim müvəqqətidir. Yo. Geri qaytarılacaq. Yo, bir dəfənlikdir. 4 ayda maaş almıram, 4-5 ayda. İndi əlimə maaş gələn kimi bu kartı buradan götürəcəm. Lazım deyil mənə kömək heç kəsin daha. Əlimə o kartı pul gəlsin. Всё. Vallahi elə kart qoymusan. İndi cəmaət elə bir 2 milyon gəlir. Vallahi gün əvvəl 3 manat, 5 manat gələr gəlməz. Elə kart orada olmaq nə demək? Saat 1-dən aşmışam, heç 1 manat da tan yoxdur. Məndə naxış olsaydı, bəzilər kimi adını çəkmirəm burada, bəzilər kimi tappata batırlar. Məndə naxış olsaydı nə dərdim olardı? Şükür bu günə, gül kimi balaların, ailən. Bu gün bəli, bana ailəm işlədi, mən də sabahdan işə gedəcəm. Ailəm başımın üstündədir, özüm də işləyəcəm. Ailəm maaşımı verəcək, sosial da düzəldəcəm inşallah. Salam. Sosial da işə girənləri birinci növbədə işləyənlərə sosial düşür, işləməyənlərə yox. Vöyünün qabağı açıqsa sən sosial düşür. Sosial pensiya alidir, sosial yardım alidir. Sosial da düzə yardım cətdirəcəm. Almetdir, maaşdır, bax burada. Allah'ın izniyle heç kəsə möhtac olmayacağım. Şükür bu günümə ki Allah'ıma min şükür edirəm ki işi büyündən işə girdim. Bax büyümdən. Heç kimə möhtac olmayacağım. Amin. Hoş geldin bacım. Sağ olun, siz yaxşı olun həmçinin.
Hər zaman var. Allah sizə xoşbəxt eləsin balalarınızla. Sağ ol. Burada bir ikisi var, paxıllar var. Ay Füzuli belə, ay Füzulini evə getdi. Birinci növbədə yaxşı elədi. 6 ayda Füzuli Atabəyin həyətində balam deyirdi. Axırıncı məhkəməsində Füzuli getdi, qızını qucaqladı. Məhkəmədə məhkəmə dedi ki, get Atunla görüş. Füzulinin o qızı götün belə çördü, yanın çördü. Füzulinin oğlu da ki, heç Füzuliyə yaxın gəlmədi. Mən Füzuliyə demişəm 5 ay ödə, 5 ay. 5 ay. Ödədim mi? Get görüş ha. Vermədi mi görüş? Get məhkəməyə denən ki, balalar məndən görüşmür. Avtomatik ərzələ imtina ilə. Eləmək olur da. Onun eləmək olur da faktdır ki, uşaq ki, burada ata zülümlə çox... Görə bilər də, ay sağ ol. Az, bəs mən Füzulini ona demişəm da, Füzuli alın təri ilə, əl zəhməti ilə, deyək səhər 8-dən axşam 6-ya qədər Füzuli işləyir. Əl təri ilə Füzuli işləyirsə, alment edirsə, uşaqlar Füzuliyə yaxın gəlməsə, avtomatik gedib ərzə yazıb, mən uşaqlardan imtina eləyirəm. Eləmək də olur, nə var onu eləməyə? Ümumiyyətlə ataya davranış anadan asılıdır. Bunu kim nə deyir desin, mənə fərqi yoxdur. Siz pis desinlər, yaxşı yazsınlar, fərqi yoxdur. Övladın ataya davranışı anadan asılıdır. Ana onu yüksək tutanda övlad da yüksək tutur. Ana onun yerindən bir eləyəndə övladın da vecin olmur. Allah'ın düzü mən belə görmüşəm. Şəxsən babam deyə bilməz. Biz bütün tıqırımızı indisində də. Heç kim heç nə eləyə bilməz. Bax, indi sizin ayağınızda. Bəli. Bax, məhkəmə qərar qoymamışdı mənim uşaqlarımla atası bir görüş almağa. Məhkəmə ilə qərar qoymamışdı. Mən uşaqları 7 ildir boşandığım görüş verirdim. 3 ildə görüş verirdim. Dalbadala. Bu uşaq gedər, ikisi də məxşam tutulsun gedirdi, Qəbələnin özündədir. Dedim, abala gez, o pulun mən verirəm. Gedirdi. Nənə uşağa deyər ki, anan qəhbədir. Nənə uşağa deyər ki, nöqtə atı deyir, atın. Çox sağ ol, Ədiyəcim. Nənə uşağa, ata deyər ki, bax, ata. Adama deyərlər ki, boşandım. Yaxşı, mənə elçi gəlmişdir. Ay qaynana, ay ki, mənə elçi gəlmişdiniz da. Mənə elçi gələndə məni araşdırdınız da. Araşdırdınız, qəhbiyəydimsə almayaydınız. Ayağım sürüşkən idisə almayaydınız, elçi də gəlməydiniz, örgəneydiniz. Bu biri. İkinci növbədə bir uşaqda qəhbə olmadım, 2 uşaqda qəhbə olmadım. Axırıncı, ikinci uşaqda qəhbə olandan sonra o qəhbə oldum. Sənin gözün qabağındayam da. Uzaqda deyiləm, kiminlə durub otururam heç kəsdən. Uşaq gedirdi, uşaq ağlaya-ağlaya gəldi ki, mama, ata sən qəhbə deyir, mama, ata sən bu şey deyir, mama, nənə sən... Atadan nə göz deyəsən? Mən də, nənə də deyir, mama, nənə sən deyir ki, anın qəhbədə çıx gəl bura. Bacı, bax, bu çörək nə adı, bu olmasa biz yaşaya bilmərik, bu çörək qır. Uşaq gecə aynaları qırırdı, uşaq gecə 1-ci mərtəbədə balkondan qaçırdı. Bax, ölənlərimizin görə haqqı o göydə bizə yardan Allah'a. Mən də nə vardı? Yığdım icra başçısını, icra müavinlərini, getdim düz məhkəməyə, ərzə yazdım. Dedi ki, elədirsə dedi, görüş vermə. Onlar özü iddia qalxılsın. İddia qalxızandan sonra qanunları biləm də mən. İddia qalxılsın. İddia qalxızandan sonra nöqtə atayı, nöqtə atıb nə poq yiyəsiniz, hamısını atıram bu loka, nöqtə ata durur. Özü də qaçdı pisi. İcra başçısına gedin deyin, icra müavindəki geçsin, vəkil də dedi, yazsın, pozsun, qoyma dedi. Onlar iddia qalxızsa, qarşı tərəf ki, mən uşağımı görmək istəyirəm. 2 saat, 1 saat uşağı dedi, məhkəmənin əlinə görüşdüm. Öz başına 7 görüş verim sən dedi. Dedim, bəli. Dedi, birindən sonra görüş vermə. Almentin al. Birindən sonra dedi, görüş vermə. Dedim, baş üstə. Dedi, onlar iddia qalxızsa, versələr səni məhkəməyə, bizə dinən. 2 saat, 3 saat, vəssalam, 1 saat. Görüş budur, qutardı.
Mən indiyə qədər görüş vermişdim. Doldururlar ki, mənə çatmır. Bax, uşağı məndən elədilər. Mama, mən padez uşağı göndərdim, getdim 5-dən 1-ə qədər padezi silməyə. Gördüm uşaq axtardı, məni tapdı, gəldi yanıma. Gördüm ağlayır. O qədər ağlamadı, uşağın gözü şişdi. Dedim ama ata sənə pozğun deyir, nənə sənə qəhbə deyir. Çox sağ ol, təşəkkür edirəm hədiyyə üçün. Nənə sənə bunu deyir. Polatlı üçün təşəkkür edirəm. Mən də qayıtdım, dedim ki, dədə, yığdım uşağın atasını. Dedim, axırıncı dəfə, ola sən uşağın üzün görsən. Bax, 2 ildir uşağın üzün görmür. Bax, 2 ildir. Çünki icra məhkəmə mənə dedi. Ailə qrubu. Ailə yox. Ay sənə qurban olum. Əyaqları yox, əlləri yox. O nətər ailə qura bilər? Mən baxırdım, mən. Deyil, şəkilləri sizə göstərim. Mən baxırdım. Deyir, bizi söyüş söymə, əsəbləşir deyir də, neynəsin? Elə deyir, söyüş söymə. Mən Allah görərək gördüm. Mən 7 il ona baxmışam. Mən 7 il. De bax baba ortadakidir. Hası ilə gəzən. De baba ortadakidir. Bax de bax budur. De. Hası ilə. Deyib sənə. Ortadakı bəydir. Hası ilə gəzən. Baxın indi bunu diqqətlə hamı əlinə baxsın. Diqqətlə baxın əlinə. Diqqətlə əllərinə baxın, əllərinə. Bax, Hasıya da baxın diqqətlə. Boynunda şərf olan odur. Allah yaradı. Biz heç nə deyə bilmərik. Hər kəs bilmək olmaz. Bəli. Siz yedi bacı, yoxsa sonradan olub? Onu deyim sizə, nədən olubdur? Atası 4 kilo ət gətirib, piləkənin yanına qoyub ki, arvad bunu götür qoy xaldinliyə. Onu da pişik götürüb yiyibdir. Pişik götürəndən sonra atası pişiyin 4 dənə əlini, ayaqlarının əlini kəsər qoyar. Allah tərəfindən də bunun uşağın əli ayağı belə yığar. Allahümmə səlli, Məhəmməd Peyğəmbərimiz o pişiyin üstünə əl çəkibdir. 5-ci mərtəbədən o pişiyi tulla gör pişiyi nəsə olur, olmur. Əlbəttə ki. Çünki o pişiyi 4 dənə əlini ayağını kəsdi, ayaqlarını. Gözəl Allahdır. Allah gözəl Allahdır. Əlbəttə Allah tərəfindən pişiyi Allah tərəfindən pişik zingildiyəcək, qanı axa-axa pişik orada ölübdür. Allah tərəfindən onda qisasını Allah çıxartdı ki, sən pişik bəndəm. Pişiyi kəsdin, mən də səbir elədim. Vay. Bəli. Onlar boyu balacaymış, hə? Boy balacadır, mən baxırdım, 7 il mən baxmışam, 7 il mən onu götürüb qoymuşam, mən çimizdirmişəm, hamısını. Mən ona baxma haqqı mənə pul Ona görə vermiş. fədakar qadınların qədri bilinmir. Bu bir daha. 7 il mən baxmışam, üzr istəyirəm bacılardan, analardan, qardaşlardan, buradan, qabağına mən qırxıb, mən təmiz, ağapa prostaniya mən qoyurdum. Hindi ona baxma haqqı mənə ayda 50 manat pul Evlatlarında bir şey yoxdur, şükür Allaha. Yo, öyle tam deyil, qısa basaqlandı. Çox. Çox müşkül. Ona baxma haqqında da ayda mənə 50 manat pul verirdi hökumət. Mən də onu 1 manatında görmürdüm. Allah var. Onun hamısını anası çəkirdi. Mən xaçlamırdı, öyə baxmırdı. Mən də bedim boşandım. Sözümüz düz gəlmədi. Ana qırğın dava ki, öydə ərzaq yoxdur. Mən sənə baxıram. Mən səni yedizləyirəm. Ağzıma yeməyi mən qoyuram. Nə olar bu pensiya gələndə əppəy al. Bu pensiya gələndə boya çörək al. Pensiya gələndə bax mən sənə baxma haqqı 50 manat gəlir də. Bu öyə nə olar 2 dənə çörək al. 1 dənə çörək al. Sən də yeyirsən. Anası tualetə get bax 2 mərtəbə ev tikibdi. Onun pulu ilə. Anası barda öylət eləyirdi. Neyini kimə qalacaq, nə olacaq? Ona görə getdi də. Nəzakəti kartı qoymuşlar. Ona getdi. Çıxandan sonra sizinlə narahat olmuş. Ona görə deyirəm ki, mənəm deyəndə əli ayağı olmayan oğlana getdim. Subay oğlan idi. Mən baxırdım. Altında da xarici maşın. 2 mərtəbə villası. Amma Füzuli ilə xoşbəxtdir.
Bəli. Çox şükür. Şükür bu günümə. Xoşbəxt Şükür Allah'a. İndi bir söz deyim, qınayacaqlar, amma o valla o kağız parçasının bir önəmi yoxdur. Nə vaxt önəmi var? O boşanmada zaten o əziyyət çəkməyəsən, hə sənədli tez bazar nəysə həll olunur, aliment falan. Amma o sənin yanında olmayandan sonra, o xoşbəxtliyin olmayandan sonra qoy başının altına o kağız parçasını yat. Nə Ay, mənə? nicaha da girməyəcəm. Girmirəm də nicaha. Girmirəm də. Belə xoşbaxtam. Mən belə qəbul edir. Kim nə deyir desin. Girmirəm. Mən mənə belə qəbul edir. Mən belə Nikahda ayrıldı, sən də belə bir çıxmasın, nikahda ayrıldı. Ona kim garanti verdi? Heç kim. O demək ki, nikaha girən Mən heç kim nicaha ay ayrılmır. bacım. Ay anam. Zakba birinci molla nikahına girdi. Nikaha girdik. Devletin nikahına girdim. Devletin kabinine girdim. Molla nikahına girdim. Hanı? Deyək, məni xoşbaxt elədi. Yox. Bədbaxt elədi. Uşağı bir qoltuğuma vurdu, bir uşağı bir qoltuğuma. Nikahdan çanalı. Ay, Amma bu Bəli, insan seçim elələr. elə xoşbaxtəm ki, bu insan var, dünənlərim gedib mənə Qurana and olsun, işlədiyi puldan var, gedib mən xoşbaxtəm. Gedib mənə öskürək dərmanı aldı. Uşaqlara 2 zəmbillə gəldi. Bu insandan mən xoşbaxtəm. Nigaha girdim də girməyəcəm də. Mənim həyatımı siz yaşamısınız? Yox, girmirəm. Ha, indi kimsə doğma anasına, atasına baxa bilmir. Qaldı ki, yad ərin. Yaddır da, ərin olsa da nə olsun, yaddır. Düzdür. Elma dur, Onun elma. əli ayağı olub belə, nə bilim. Allah özü kömək olsun. Gitmirəm mən. Hadi bura gəl. Bura gəl söz deyirəm. Gözəl bacım. Ay, gəlsin deyərəm. Ay, sağ ol. Elə deyirlər ki, elə bildim duxu alıb, nə alıb. Elə o sənin xəstə halında sənin qeydivə qalıbsa, o duxudan da önəmlidir, hər şeydən önəmlidir. Əlbəttə ki. Qurana and olsun var, dədəmin görü haqqı. Mənim o biri uşaqların dədəsində var. Orada öskürürdüm, hələ öskürürdüm. Nə qaynanam mən gedib, necə deyərlər, baş hastər, başım ağrıyırdı, azarıyırdım. Nə qaynanam gedib mən baş hastərman almırdı. Nə öskürək dərman almırdılar. Heç nə. Heç nə. Adi bir dənə naskı nə idi ki? Mənə naskı nə idi ki? Bir dənə gedib ona baxma haqqı 50 manat alırdım da. O baxma haqqını 50 manatdan bir cüt mən naskı almırdı. Bir cüt nə idi ki? Gözəl bacım. Aycan. Canlarımıza heç kəsə fikir vermə. Hər zaman xoşbəxt ol. Balalarınla birlikdə Allah hər zaman üzünü güldürsən. Sən buna layiqsən. Amin. Amma mən demişəm, çünki nigaha girə bilmərəm. Sosial yardım var. Onun da hökumət işində olmalıdır, mənim də hökumət işində olmalıdır. Nigaha bax, ona görə girmirəm. Çünki mən Azərbaycanda bəyəm nikahsız yaşayan sənsən, hamısı doluşub nikah. Bəyəm o nikahsız yaşayan təkcə sənsən. Mən özüm girmirəm nigaha. Bəri-bəriyə düşsə, bu saat gedib nigaha girərəm. Çünki o işə girdimi hökumət işinə da, hökumət işini sabah büyümdən işləyəm. Hökumət işinə girən kimi gəlirlər, yoxlayırlar. Çox sağ ol, təşəkkür edirəm pul yülədiyiniz üçün. Gəlib yoxlayırlar, görürlər ki, deyəcək nikah kağızı ver. Deyəcək ki, nədir? O oğlanı deyəcək yerdə hardasa işləyir. Deyəcəm yox. Deyəcəm ki, xüsusi yerdə falan yerdə işləyir.
Ondan sonra deyəcək ki, o sənin də ərin də işləməlidir, sən özün də işləməlisən. Mən özüm işləyirəm. Sosial pensiya ayrıdır, sosial yardım ayrıdır. Əgər mənim yoldaşım da iş hökumət içində işləsə, böyünün qabağı açıq olur. Ondan sonra mən sosial ala bilirəm. Əgər onunla mən bərabər işləyiriksə hökumət içində, onda sosial yardım düşür. İşləmirsə, mən işləyirəmsə, o işləyirsə, düşmür. İzahat vermə. Nəyə lazımdır izahat vermə? Onsuz yenə öz dediklərini deyəcəklər. İzahat vermə. Sakitcə işləri həll elə. Ne sakitcə işlərimi işə girmədim, sakit işimi həll eləmədim. Eviyyətinə alma, hər şeyi boş ver, bu qulağından al, o qulağından ver. Tək səndə deyil ha. Hamıya mən aid edirəm. Xoşbəxt olmaq. Ay bacılarım, Azərbaycanımızda elə bir vəziyyətdə yaşayırıq ki, Azərbaycanda çox sağ ol, təşəkkür edirəm. Azər müəllimin verilişinə gələn, bax, bir ana olubdu. Bax, bir ana olubdu, bir bal olubdu. Oğlan da kasıb oğlandı. Uşaq evində yaşayıbdı. Oğlan Azər müəllimin efirində toy olubdu. Gedibdi, rəfiqəsi ilə evə girib çıxıbdı. Neçə evdə münasibət oldu. Rəfiqə gedib, o oğlanın rəfiqət da, məsəl üçün, sən bacı ilə, mən elə bir bacı kimi rəfiqi, məsəl üçün, sən gəlmirsən, mənim yoldaşımın nömrəsini almışsan, necə deyərlər, danışırsan, mənim yoldaşımı əlimdən almışsan. Bax elə, amma ki, dini nigaha girməyiblər. Zalimə, ana baladır, hası ilə gəzir. Onun da bax, onun yediyimiz hası ilə gəzir. Qız da ki ayrı saxladığı var, ananın da ayrı saxladığı var. Balanın da ananın da ayrı saxladığı var. Onu niyə müzakirəyə götürülmür? Bax, Azərbaycanda yaşayırıqsa, Niyə Azərbaycanda Çünki sən hər şey əsəbləşib hər şey danışırsan, başa düşdün? Ona görə deyirlər ki, bu əsəbləşdirmək ki, daha da danışasan. Başa düşdün? Bax, Zalim müəllimin verilişində ana baladır. Dini nigaha giriblər. Bax, şeyə giriblər. Ana bala, anası boşanıbdı, balası da boşanıbdı. Boşandı. Anasının da saxladığı var, qızın da saxladığı var. Onlara niyə pis baxmırlar? Bir gün olmaq, sözlü balaların toyunda bir gün olmaqla gördün ora necə məlumatlar gəlib. Amma gözəl neçə il oturdu orada bir kəlmə, həmişə də Zaur müəllim deyir ki, qeyrətli qeyr. Bir kəlmə orası denk gəlmədi ki, gözəl falan şey, falan vaxtda falan şey elədi. Gözəl bircə gündən bütün məlumatlar gəldi, Zaur müəllim də gözəl hamısının üzündə də deyir. Düzdür. Arkada da heç nə demir də. Nə lazımdır? Müəllim var ya, bax, müəllim üzə sappadana deyir. Bax, çox sağ ol, təşəkkür. Bir il, 6 ay mən oteldə qaldım. Oteldə. Mən heç bir kişiyə sabahın xeyir demədim. Heç bir kişiyə mən salam vermədim. Saat getdiyənə otağa girdim, otağımdan da çıxmışam. Kim nə qayırıb, kim o oğlanla danışıb, kim nə edib, kim küncdə bıçaqda görüşüb mənlik deyil. Mən özümə cavab deyəm. Kiməsə də yox. Amma mən o hərəkəti eləməmişəm, eləmərəm də. Mənim əlimdən tutan efirdə Füzuli oldu. Füzulidən başqa heç kəs olmadı. Bunu millət gördü, ahali gördü. Kübra xanım da mənə xeyir dua verdi, Zaur müəllim də xeyir dua verdi. Millətin içində. Anam ilə məndən küsülüdü, anam ilə zəng elədi. Dedi, qızım, get xoşbaxt olasan. Yenə də anadır da, görürsən. Qandır, o mümkünsüzdür. Bəli. Ana mənə xeyir dua verdi. Rəmiçin yarısı sən gedəcəkdin, istəyirsən get. Gecikmə, işindən qalma. Amma ana mənə xeyir dua verdi, hələ rap gəlməyibdi. Ana mənə zəng elədi efirə, Zaur müəllimin verilişinə. Kayıtlar da var, yazın oraya YouTube'a bizim nəsənə. Anam zəng elədi, efirə dedi, geçsin qızım, xoşbaxt olsun. Mənim valideynim mənə xeyir dua verdi. İndi siz nə yazırsınızsa yazın, mənim gərəyimə deyil. Mənim ailəm bilər, evimin içi mənim namusumu, qiriyyətimi çəkə bilər. Qıraq mənim namusumu, qiriyyətimi çəkə bilməz. İndiyə qədər mənim namusumu çəkən oldu, yox. Evimin içi, çörək kəsdiyim, bir yastığa baş qoyduğum ailəm mənim namusumu çəkə bilər. Qıraq mənlik deyil. Əsas sən vaxtını ötürsən, içəridə kim qalırsa odur. Bəli, Azərbaycanda yaşayırıq, bu boyda ahalidə. Gözəl Ahalidir. Mən çıxıram ürəyim. Özünə yaxşı bax, heç nə əsəbləşmə, eləmə.
Əksinə elə hamısı yansın, tökülsün. Hər zaman xoşbəxt ol ürəyim. Yaxşı, Olacaq. İnşallah. Öpürəm ürəyim sənə. Mən də öpürəm canım. Mən də hamımızı öpürəm. Yaxşı bacı Zəhmət olmasa məni qardaşlarımızı. çıxardarsan. Başda zəhmət görün canım. Boyda Qəbələdəmi, Bakı kimi yerdəmi? Güya ki saxladıqlar yoxdur. Valla heç bir oğlan deməz ki, barmağın qattalı deyə bilməz ki, mən saxladığım yoxdur. Heç bir qadında, bu yaxşı qadınlarda, pis qadınlarda bunu barmağın qattalı deyə bilməz ki, mən saxladığım insan var. Bunu deyə bilməz. O boyda Zahir müəllimin verilişinə gəlir, sir, ondan alın. O boyda Zahir müəllimin verilişinə gəlir, o sirləri hamısı bir-bir orada açılır. Gizlətlər mənim örgəlim. Ay sağ ol. Onu gizlətlər. Onu özləri gizlətsə də Zahir müəllimin bir-biri onu örgəlir. Taraf badana orada efirdə üzünə deyir. Lap gizlətsə də deyək ki, məsəl üçün lap gizlətdə, məsəl üçün deyirəm. Gizlətsə də dəqiqə başı deməz ki, sənin qeyrətindən söhbət eləməz. Özlüyündə bilər, deyər ki, mən bilirəm də bu nədir. Durun mən bunu nəyin yalandan tərifləyim. Belə bir çıxmaz, aşı gəlmiş, suyu gəlmiş. Əlbəttə. Allah'tan var ha. Bir 6 ayda odamışam, heç bir kez əxlassızlığa deyə bilməz. Çünki mən özümə hörmət qazanmışam. Boş ver hər kəsi. Qeyd Allah işivi avand eləsin. Dostlar, mən çıxıram, gəlib qoşulacağım. Xəstəxanaya gedirəm, araç almağa. Bir dənə geyim, araçı alım, gətirim, bir də foto kübrinə şəkili. Alım, çəkim, gətirim, verim müəllimə, müdürmə. Allah İşə işivi gedirəm, avand gedirəm. eləsin. Get, sağ salamat. Sağ olun, sağ olun. Gelin üçün yarısı maşın gedəcək, rap gedəcək. Sağ olun, Allah'a emanet. Çıxıram.